Salam değerli dostlar, xoş gördük hər biriniz əziz dostlar. Zaman zaman vətəndaşların narahat edən problemlərdən danışırıq değerli dostlar. Vətəndaşlar bizə videolar çəkirlər, göndərirlər. Biz də onu yayımlayırıq değerli dostlar. İstəməzdim bu videonu yayımlayım. İstəməzdim mən bir qazi problemini ictimailəşdirim değerli dostlar. Məni çox məcbur elədi. Bizim hörmətli Cəlilabad rayon Soyuqbulaq kənd sakini Dünyamallı Əmrah Bəhluloğlu. Vətən müharibəsi iştirakçısı mənə video göndərdi ki, Elnur müəllim, mənim səsimə səs verən yoxdur Cəlilabad rayonunda. Yoxdur, xaraba qalıb Cəlilabad rayon İşıq İdarəsi. Cəlilabad rayon İşıq İdarəsinin bir müdiri var. Onun işçiləri var, Ramiz adlı, Nizami adlı, Fərid Nəcəfov var, Cəlilabad rayon İşıq İdarəsinin müdiri. Sən kim olursan, sən vətən müharibəsi iştirakçısını təhdid edirsən. Kimsiniz siz? Bu nə biabırçılıqdır? Hara baxır Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı, Cəlilabad rayonundan təmsil olunan deputat və şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri var. Mənim dostum, əziz dostum Füzuli Cəfərov. Yəni bu deyilənlər doğrudurmu? Nə məsələdir? Nə baş verir? Niyə qazi fəryad eləyir? Biz bir dinləyək, görək bizim qazimiz nə deyir. Ondan sonra mən fikirlərimi bildirəcəm, dəyərli dostlar. Mən 44 illik Vətən Müharibəsi qazisi Dünyamallı Əmrah Bəhluloğlu, Cəlilabad rayon Soyuqbulaq kənd sakini. Mənim buradan müraciətim hörmətli Elnur Şükürovadır. Hörmətli Elnur Şükürov, sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu videomu paylaşasınız, aidiyyatı qurumlar görsün. Mən buradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, vitse-prezidentimiz Mehriban Əliyevə müraciət edirəm. Mən bir neçə dəfələrlə də bununla bağlı müraciət eləmişəm. Mənim şikayətlərimə, müraciətlərimə baxan yoxdur. Mənim işıqla bağlı problemim var. Bu 4-5 aydır ki, mənim yəni bəlkə də 1 ilə yaxındır ki, 1 ildən yuxarıdır ki, mənim bu problemimi həll edən yoxdur. Çünki mən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olmuşam. Bununla bağlı müraciətlər eləmişəm. Gəliblər elə belə başdan soğudu eləyib çıxım gediblər. Mən hörmətli Fərid Nəcəfovun da müraciətlər eləmişəm. Sosial şəbəkələrlə və bir neçə müraciətlərim olub ki, mənim şikayətlərimə baxan yoxdur. Mən buradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə tuturam ki, Cəlilabad rayonunun İşıq İdarəsinin müdiri Fərid Nəcəfov mən bir qazilərə mənə zülm edir, cənab prezident. Mənim şikayətlərimə baxılmır. Mən Energetika naziri Pərviz Şahbazovun qəbulunda olmuşam. Göstərişlər verib, Lənkəran regional İşıq İdarəsinə göstərişlər verib. Bununla bağlı gəlib həyətdə baxış keçirdiblər. Mənim problemimdə mən hər 2 gündən bir işıqsız qalıram. Hər 2 gündən bir mənim şikayətlərimə baxan yoxdur. İşıqsız qalıram. Hara müraciət edirəm, nə edirəm? Mən 1-2 video paylaşdığıma görə Cəlilabad rayon İşıq İdarəsinin müdiri Fərid Nəcəfov, onun müavini Nizami müəllim və Göytəpə İşıq Stansiyasının işləyən Ramiz müəllim. Mənə hədə-qorxu gəlirlər. Sən videoları belə tutturacaq, belə sən şərbətdən eləyirsən, bizə yaxırsan, nəmlə qarırsan. Mən niyə gəlib heç bir dəfə də bir yol mənim qapıma gəlib mənim şikayətimdən maraqlanmayıblar. Lənkəran regionaldan Vüsal müəllim var idi. Gəldi mənim şəkillər çəkdi. Mənə videoları sildirdi. TikTok vasitəsilə videolarım vardı, sildirdi ki, sənin işi həll eləyəcək, problemi həll eləyəcək, amma mənim problemim halbuki həll olunmadı. Hara müraciət edirəm, mənim problemim həll olunmur. Mən Energetika nazirinin qəbulunda oldum. Mənə Nizami müəllim, əsasda Nizami müəllimdən Ramiz hədə-qorxu gəlirlər. Səni üzvə duracaq, səni tutturacaq, sən bizə şərbətdən yaxırsan. Halbuki onlar istolbaları satıb, mənim şikayətlərimə baxmayaraq, kənddə bir neçə dənə istolba var ki, gətirib satıblar. O işlə ancaq məşğuldular. Mənim şikayətlərimə baxılmır. Cənab prezident, buradan özümü tuturam sizə, hörmətli vitse-prezidentimiz sizə. Sizdən artıq dərəcədə xahiş edirəm, bir qazi kimi mənə köməklik göstərəsiniz. Mənim şikayətimə baxılmır. Cəlilabad rayonunun İşıq İdarəsinin müdiri Fərid Nəcəfov mənə hədə-qorxu gəlir. Dünən üstümə bir nəfər adam göndərib, bilmədim kimliyini də demədim. Axırda atam onu həyətdən qovladı. Çünki bizə gəlib ki, səni belə tutturacaq, sən şərbətdən yaxırsan, nə qayırsan. Mənim şikayətimə baxılmır. Hara getdim, baxmırlar. Deyirlər ki, get əlindən nə gəlir, eləcinən sən bizə heç nə eləyə bilməyəcəksən, səni şərləyib tutturacaq. Mən nə edirəm ki, mən kimi şərləyirəm ki, mən kimə hədə-qorxu gəlirəm ki, mən haqqımı tələb edirəm. Mən işıq üzünə həsrət qalmışam. Bir gün yanır, 5 gün yanmır. Mən kimə müraciət edeyim? Hara müraciət edeyim?
Buradan üzümü tuturam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. Mən Energetika naziri Pərviz Şahbazovun qəbulunda oldum. Göstərişlər verdi. Lənkəran regional və Cəlilabad rayon İşıq İdarəsi mənə zülm edir. Mənim şikayətlərimə baxılmır. Kimə müraciət edirəm? Cəlilabad rayonundan baxılmır. Heç kim baxmır. Bu qədər video paylaşmışam. Cəlilabad rayon Ağdaş Sovetinin icra nümayəndəsi bir dəfə bir oldu ki, zəng eləyib maraqlanmır ki, sənin dərdin nədir bu videoları paylaşırsan. İcra hakimiyyətindən maraqlanıb soruşan yoxdur ki, dərdin nədir bu videoları paylaşırsan. Mən kimə dərdimi deyim? Hörmətli cənab prezident, buradan üzümü tuturam sizə. Sizdən kömək istəyirəm. Artıq dərəcədə bir qazi kimi sizdən kömək istəyirəm. Mən bir neçə video çəkirəm, videomla bağlı bir adam maraqlanmır. Fərid Nəcəfov bir dəfə bir yol zəng eləyib soruşmayıb ki, dərdin nədir? Sər halbuki mənim üstümə hədə qorxu göndərir, mənim üstümə adam göndərir ki, hədə qorxu gəlir. Sən şərləyib tutturacaq. Niyə mən nə eləmişəm ki, şərləyib məni tutdurarlar? Mən kimə şərbətdəyəm? Mən haqqımı tələb edirəm, haqqımı istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu səsimə səs verin. Hörmətli Elnur Şükürov, sizdən xahiş edirəm. Bir qazi kimi mənim bu videomu paylaşın ki, bəlkə sizin köməkliyinizlə bəlkə aidiyyatı qurumlar görə mənə köməklik göstərə. Xahiş edirəm sizdən Elnur Şükürov, mənə köməklik göstərin, mənim aidiyyatı qurumlar görsün mənim bu videomu. Baxdıq dəyərli dostlar, bizim hörmətli qazimiz danışır. Yəni necə emosional olmayasan, necə sakit formada bu məsələyə münasibət bildirəsən, hara baxır Cəlilabad rayon icra hakimiyyətinin başçısı, hara baxır mənim əziz dostum şəhid ailələrlə və eyni zamanda qazilərlə iş şöbəsinin müdiri olmalıdır Füzuli Cəfərov. Hara baxır Cəlilabad rayonundan təmsil olunan deputat. Niyə qazi ümumiyyətlə fəryad eləməlidir? Kimdir İşıq İdarəsinin müdiri, onun əməkdaşları? Fərid Cəfərov İşıq İdarəsinin müdiri, Nizami İşıq İdarəsinin əməkdaşı, Ramiz İşıq İdarəsinin əməkdaşı. Qardaş, siz nə boyda məmursuz, siz nə boyda səlahiyyətiniz var, siz qazini təhdid edirsiniz. Kimsiniz siz qardaşlar? Bu biabırçılıqdır. Mən buradan bu dövləti idarə edən vicdanlı şəxslərə müraciət edirəm. Xahiş edirəm. Qazilərimiz canlı yayınlarda danışmasın. Vətən müharibəsi iştirakçıları fəryad eləməsin. Bəzi şəhid ailələri var, incidirirlər. Olmaz incitmək. Həssas təbəqənin vətəndaşlarına xüsusi diqqət ayrılmalıdır. Bunu bizim hörmətli cənab prezident deyir. Cənab prezident deyir ki, qazilərə, şəhid ailələrinə diqqət ayrılmalıdır. Xüsusi xidmət göstərilməlidir. Amma bizim Cəlilabad rayonundan vətən müharibəsi iştirakçısı durur orada fəryad eləyir. Bir məlumat da eşitmişəm, çox pis olmuşam ki, Cəlilabad rayon Göytepe şəhər sakini Pərviz adlı bir bizim vətən müharibəsi iştirakçısı intihar eləyib. Məndə olan məlumata görə bir zəhərli maddə içib intihar eləyib. Niyə intihar eləyib? Nə üçün intihar eləyib? Niyə intihar eləməlidirlər? Niyə o həddə çatmalıdır? Onu da yəqin ki, hüquq mühafizə orqanları araşdırar, dəyərli dostlar. Belə, dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.